Həqiqətən səmimi fikirlər Allah zəhmət olmasa, çünki izləyicilər səmimiyyət axtarır. Şərbəti, bişmə dərəcəsi, içliyində nə var, necə dad gəlir sizə? Tam qırağına Oo, gidiyor. Ama bu bir de pendir yiyinler. Pendir yiyinler diyesen şimdi. səhv etmirəmsə, bəli. Aynen, Mən də vallahi. heç yeməmişəm, yalan deyərəm, yəni bir fikrim yoxdur. Bunun sonu ardın dəyişir. Belə yaxşı idi, al yaxşı. Başım ağrısı Allah. Belə yaxşı. Neyse işte Allah hakkında verirsen. Sağa yerine koydun. Aha, ləzzəti necədir? Yeyir, amma hələ ləzzəti ilə şey yoxdur. Yaxşı bir şey. Həqiqətən yaxşı. Sadəcə yeyəndə də nəsə bir Şərbəti azdır. yox. İdiyiz adam elə bir tuz istəyir. Tuz qat içinə yeyə belə bir şey var. Pendirdən bəşdə pendir ola bilər. Şir Aa, pendir. maraqlıdır. Amma həqiqətən də yəni alıb yeyənlər yoxlaya bilərmişdim. Mən qıraqdan yedim də bilmirəm. Bişməyə görə ola bilər. Ya Amma ola mən bilsin qızarıb ki, da- belə bir şey var. Ki biz də düzgün bişirmə qaydasına əməl 200 eləməliyik. dərəcədə Hardasa. qızarsa, 240-dır. Əsli 250. 240-dır, amma biz 200 də qoyduq. Belə 250 deyir. Amma çox qızaracaqdı. Məncə yaxşıdır. Sadəcə ola bilərdi. İndi sobadan sobaya da fərq var. Orta hissəsi. Biz iki tərəfli bişirdik. O da ola bilər. O da ola bilər. Yəni burada hər faktor önəmlidir. Əslində yeməyin özünə təsir eləyir həqiqətən də. Bişmə dərəcələri, bişmədən asılıdır hər şey. Yəni ola bilər ki, məsələn, siz onu aldınız, həqiqətən də onun içliyini doğru düzgün şəkildə yerinə yetirdiniz. Məsələn, biz şərbətini demək olar ki, öz başımıza, yəni paketi açdıq, tökdük də içinə künəfənin. Amma orada başqa cür yazırdı. Siz ona əməl eləsəz, həqiqətən də bəlkə dadında dadında fərqlilik, dəyişiklik olacaqdı. Elə deyilmi? Yemeyin. Yeməyin, yesinlər. Yesinlər məncə. Yiyin. Sağlamlı şeyler yiyin. Sağlamlı şeylər yeyin. Həqiqətən yəni belə dükkandan alınmalı, nə bilim. Marketdən. Deyən nə bir dəqiqə. Ne düz qoşu edirsən, deyən təbii naşa. Həqiqətən yəni evdə bişirilən şeylərin bəzilərinin tadı yenə belələrindən çox yox, qat-qat şey olur. Belə şeylər pul verməyin, həqiqətən. Yəni bilirsiniz ki, öz əlinizdədir. Hazırlayanda neçə dənə qaşıq şey tökürsünüz, nə bilim şərbət tökürsünüz olan şey. Mən bir dəfə deyirəm, həqiqətən amma belə daha başda bilmirəm deyə belə danışıram, yorum verirəm, amma çalışdığınız qədər evdə hazırlayın, özünüz öz əlləriniz salınmalıdır, amma indi bazarsızsa əgər, başınız sıxırsa əgər, öz evinizdə hazırlayın, yeyin. Hə, belə də tutan bir şey deyil. Hə, mən bilirəm. Deyil, deyil əsla. Yəni münasib qiymətədir. Hətta deyim, Sapdır, nə bilim. Pendirdir. yo, deyil. Marketdən aldım bu gün. Əslində mənim fikrim tamamilə fərqli idi. Ya özü də bilir ki, tamamilə fərqli bir məhsul almaq istəyirdim, amma dedim ki, ilk başlanğıc üçün belə olsun. Özü də işdən gəlib yormaq istəmədi onu çox. İnşallah ki, amma özü də bildirdi ki, layıqlar və yəni şərtlər çoxalsa, bizlə işbirliyinə girəcək. Abuzər müəllim. 100%. Mənim kanalımda yoxdur. Deyil, biləsiz. Bu arada özünün TikTok səhifəsi və Instagram səhifəsi var. Yəni deməyim. Yox. Deməyək. Anonim. Anonim, ay yaxşı, anonim qalsın, elə istəyir. Tanıyan. Yəni əlbəttə ki, onu da tanıyan tanıyır, burdan bilir kimdir. Tanıyan. Eləyəcəm əlbəttə, hər bir Açıq şey. eləmə. Hər bir nüansa diqqət edirəm. Mən həqiqətən belə deyim də sizə səmimi deyim. Mən nə iş görürəmsə, Abi. izi burdadır desin. Yəni sonuna qədər getməyi çox istəyirəm ki, hər şey mükəmməl olsun. Mən mükəmməliyyətçi insanam.
Yəni bunu özü də bilir, çox yaxşı. İndi videolarda da çox əməyim keçir, belə pis çıxmasın. Ona görə hər dəfə vurğulayıram ki, şərh yazmağı və abunə olmağı unutmayın, like eləməyi unutmayın. Çünki biz bu videolarda Əsas çox abunə olmalı. bəli, əziyyət çəkirik. Maddi cəhətdən demirəm. Çünki məcbur deyil də heç kim bizi maddi imkana görə izləsin falan. Amma belə mənəvi cəhətdən yaxşı oluruq da. İnsanın belə sevinci artır. Belə deyək, nəsə gecə artıq saat neçədir? 23:54. Hələ saat 1 olmayıb. 2 saatdır sən deyirsən ki, saat 3. Yəni bu künəfə sobaya girməmişdən deyirsən ki, saat 3-dür. Aha. Belə deyim də, yəni Yaxşı, sizə bir sual verim. Abuzər bəy. Bu arada qardaşımdır, yenə də vurğulayıram. Siz deyə müraciət edirəm, çünki belə olmalıdır, düşünürəm. Aha. Bəs sizcə gələn səfərdə indi şərhlər falan çoxaldı, layıqlar artdı. Nə bişirmək istəyirsiniz? Yoxsa deyirsiniz ki, bir belə rəy fast food yeməkləri yemək həqiqətən düzgün bir şey deyil. Çalışdıqca təbii bir şeylər eləmək lazımdır. Bunu deyin, kartof uzardan, nə bilim. kartof Necə qızar. yumurta pamdır pişir. Yumurta pamdır. Başımız sıxımız gəlir də, yəni. Yaxşı, gələn səfər belə bir challenge eləyək. Həm sən bişirəcəksən, həm də mən bişirəcəm. Amma gözü bağlı, görək kim kimin yeməyini tapacaqsan yoxsa yox. Yəni öz bişirdiyini görək tapacaqsan. Mən öz pişirdiyimi Aha. gəl taparam. Rasa, Məni utandırmayın uşaqlar. rasa. Yəni layıqlar çoxalsın. Çünki bizlə elə anlaşma qurdu ki, əgər həqiqətən şərhlər və abunə sayısı, layıqlar çoxalsa, həqiqətən də videoları davam edəcəm. Ümidvaram ki, siz də əlinizdən gələni eləyərsiniz və Ümid yoxdur. ümid yoxdur. Ümid yoxdur. Bu üzü kameralarda çox görərik. Amma bu gün yorğundur da, anlamaq lazımdır çünki işdən gəlib. Nəysə, sözü çox uzatmırıq. Sizlər də sağ ol deyirik ki, bizim Sizə xeyirə qalsın. nazımızı İlk başda çəkdiniz. bu videoya baxanda ki, orta saat 1 olacaq, 2 olacaq. Hazırlanmaqla birlikdə. Amma həqiqətən, yəni belə olmağa baxmayın, kadr arxası çox şeylər baş verir, yəni yoruluruq, əziyyət çəkirik. Bəli, Nələrsə planlayırıq, nələrsə danışırıq, nələrsə əlbəttə ki. qaydasında təmizliyə, nə bilim, sonra yəni Yəni şey hər etik- bir etik nüansa, qaydalarına bəli, riayət bəli, edirik, diqqət təmizliyə eləyirik. riayət edirik. Yəni hər bir belə detaya uyğun hərəkət edirik. Ona görə xahiş edirəm sizdən ekranı bəyənin, abunə olun, yorum və like atmağı unutmayın. Əsas odur ki, dəstək olaq. Bu gün 5 dənə like, bəyənmə, sabah üçün ola bilər 10.000, 15.000 dəstəkçi olursunuz. İnşallah daha da uğurlar, daha da gözəl, uca zirvələrdə olaq. Çox gözəl. A few moments later. Bir dəqiqə belə hesab edirəm. Mənim sözümü yaz, altdan Aha, xətt qoy. yaxşı. Yaxşı. Vaxt gələcək. Vaxt gələcək. Aha. Vaxt gələcək. Yəni bu videodakı dediklərim söz yadda qalacaq. Ona görə də sözlərimi unutmayın. Like və dəstəyi Əsirgəməyək. Bəli. təşəkkür edirəm Haqlısınız, nə dedinizsə. Gözəl xeyirə qalsın. Biz də sizə təşəkkür edirik. Yox, problem deyil, narahat olmayın. Əsas ki, biraz mədəmizə bir şey getdi. Sağ olun. Hə. Təbii şeylər yeyin, təbii şeylər için. Başınız. O sırada künəfə bişirəm. Abuzə. Yox, Nəysə. bu sizin də bu bir ilk başdan hazırlanma bir şeylərdir. Şəhərdə bir inşallah. Daha da qəşəng. Özümüz hazırlaya bilərik. Hə, Yəni bu daha da şey. sizdən çox şey asılıdır. Əlbəttə ki. Mən əslində belə deyim, dəniz məhsulları yeyən deyiləm, amma belə ahtapotlu, zatlı belə şeylər yazmıyorum. Giz-gizə şeylər yazmıyorum. Hə. Bu arada belə bir şey deyək. Reklam iş təklifləri hər biri üçün, yəni gedə bilərik çəkilişə. Bəli, əlbəttə ki. Bəli. Hər biri üçün, yəni yaza bilərsiniz şərh bölməsində. Biz də o təklifləri hər birini gözdən keçirib. Bəli. Qısqanc boy. Sağ olun. Sağ olun. İzlədiyiniz üçün çox sağ olun. Bağlı.